Esselamu Aleyküm kardeş. Ve aleyküm salam. Necəsiniz? Sağ olun. Elhamdülillah. Siz necəsiniz? Elhamdülillah. Adınız necə oldu? Ucal. Ümit. Xəlil. Teymur. Bütrə. Adım Dəyanət. Mənim adım Ömərdir. Deməli, Əmican, siz də bildiyiniz üzərə gündəmdə olan bəzi şəxslər var ki, bunlardan biri də izləyicilər şəhərli İsrailiyərdir. Deyir ki, Azərbaycan məsələsi sökərdin, onun yerinə məktəbdə və ya da digər binalar tikərdin deyə bir fikir ifadə edildi. Sizcə bu fikir doğrudurmu? Doğrudursa niyə, yanlışdırsa niyə? Bismillahirrahmanirrahim. Mərhəmət rəhim Allahın adı ilə. Ümumiyyətlə, nəinki məscidləri sökmək lazımdır. Məscidləri genişləndirmək lazımdır. Geniş təbliğ etmək lazımdır. Bilirsiniz ki, son din İslam dinidir. Son kitab Quran-Kərimdir və son peyğəmbər də Peyğəmbər s.ə.vədir. Yəni bundan sonra artıq başqa peyğəmbər mümkün olmayacaq. Yəni bugün adi bir insanın, adi bir iş adamının məscidləri söküb, onun yerinə məktəb tikməsi, bu onun şəxsi fikridir. Ümumiyyətlə məscidləri nəinki sökmək, yenə deyirəm, məscidləri genişləndirmək, təbliğatı genişləndirmək lazımdır. Xeyr, doğru deyil. Çünki o elə fikirləşir ki, məktəblər olsa, insanlar gözəl forma alacaq, amma onu da nəzərə almaq lazımdır ki, məktəblərdə düzgün tərbiyə verilmir, məktəblərdə düzgün öyrədilmir. Məscid Allahın evidir, Allahın evini isə sökmək, nəinki insanlığa, necə heyvan belə məscidin yanına keçəndə özünə ar edir. Çox təəssüf olsun ki, son zamanlar Azərbaycanda özünü müasir zənn edən insanlar çox zaman bir problem axtaranda dindarlara sataşırlar. İstəyirlər ki, yəni məscidlər kimi, yəni bu ibadətxanaları sökülsün. Bu yəni doğru fikir deyil təbii ki də. Yəni bir insan yəni dini qəbul etməsən də, yəni onun ibadət etdiyi yerə yəni hörmət eləməlisən. Bu həm müsəlman üçün, həm də bir öz adət-ənənəsinə bağlı olan Azərbaycanlılar üçün belədir. Bir insan yəni müsəlman ola da bilər, olmaya da bilər. Yəni müsəlman olmayan şəxslər də yəni dediyim kimi digər şəxsləri yəni dinə hörmət eləməlidir. Hansısa bir müsəlman da yəni qayıdıb deyə bilər ki, məsələn, kilsələr, sinagoglar sökülsün. Amma yəni bu çox düzgün bir şey deyil. Belə deyim, fikrimcə düzgün deyil. Mənim fikrimcə yox, ümumiyyətlə müsəlmanların fikrincə elə olmalıdır. Yəni biz namazımızı qılırıqsa məsciddə, yəni ibadətimizi edirik. Ora Allahın evidir. Yəni Allahın evi haqqında, müsəlmanlar haqqında belə qeyri-etik ifadələr işlətmək, sökərəm, dağıdaram biraz normal olmur həqiqətən. Yəni onun iç yüzünü də göstərdi, media bizə onun iç yüzünü göstərdi. Yəni özü əxlaqdan danışdı, dindarların belə normal insan olmadıqlarından danışdı. Ancaq media onun iç yüzünü göstərir ki, onun tikdiyi binalarda nə problemlər var. Səhv bir fikirdir. Çünki məscidlər Azərbaycan xalqının nor təhsillərdən, yəni ilk dövrümüzə qədər yəni mövcud olub. Yəni insanların əxlaqı olsun, dini ibadətlərin yerinə yetirmək olsun. Məscidlər həmişə böyük işlər görür. Yəni bu baxımdan milli mənəvi dəyərlərin qorunması, əlbəttə bunun üçün də məscidlərin olması vacibdir. Bunun ən böyük örnəklərindən biri cümə xutbələrdir. Çünki cümə xutbələrində müxtəlif mövzulara toxunulur, istər ailə daxili məsələlər, istər millətin sevməyi məsələlər olsun. Bunlar hamısı məscidlərdə gənclər olsun, müxtəlif yaş kateqoriyalar olsun, hamısını çatdırılıb öyrədilir. Bu da yanlış öyrədiləcək bir yer deyil. Müəyyən mənada çatışmazlıqlar ola bilər, ancaq bu məscidlərin bağlanması üçün bir səbəb deyil. Məscidləri bağlayasın, məktəblər açıq, bu düzgün bir yanaşma deyil. Məktəblərə gəldikcəsi Məktəblərin də vəziyyəti bu dəqiqə ortadadır. Məktəb tikirəm deyir, ancaq son zətdə biz görə bilirik ki, son zətdə yəni 70 uşaq məzun olursa, onlardan birinin ikisinin deyək, elmi nailiyyəti olur. Qalanları ancaq musiqi üçün və yaxud boş işlər üçün gəlirlər. Yəni mənasız, yəni 11 il oxuyurlar. Heç bir elmi nailiyyətləri də olmur. Yəni insanlar da yəni cavabını verdilər mediada onun. İç yüzü görsəndi belə deyim. Əgər özümüzə müsəlman deyiriksə, əlbəttə ki, yəni belə şeylərə normal baxmamalıyıq, öz iradımızı bildirməliyik, qarşısını almalıyıq belə şeylərin. Bəs ümumiyyətlə siz belə insanlara məscidlər xaricində, yəni nələri sökməyi, onların yerinə məktəblər tikməyi, yəni belə nəsihət edir. Çünki ümməti Muhammədi, ümumiyyətlə Azərbaycan xalqını içdən gəmirən, insanlıq üzrə əxlaqsızlığı, fuhşiyyatı, zinanı yayan barlar, kafelərə və s. bu kimi, yəni Allahın lənəti olan obyektlər var. Yəni insanlar onları söküb yerlərinə məktəb tiksələr daha doğru olmazmı? Daha doğru olar, əlbəttə ki. Yəni insanlara heç bir xeyir olmayan, əxlaqi cəhətdən, həm deyək, onlar elm çox deyirlər, elmi cəhətdən də onlara heç bir xeyir olmayan barlar var, digər əxlaqsızlıq yuvaları var, belə deyək, mehmanxanalar var, içki satılan, yəni kafelər, restoranlar var. İnsanlara heç bir xeyri dəymir. Yəni sökülüb yerində məktəb tikilsə daha yaxşı olar, belə deyək. Mən bir fikri əlavə etmək istəyirəm. Mən hardasa belə deyək də 24 ildir, yəni əhl-i sünnə namaz qılıram.
bu məzhəbdəyəm belə deyək, qəbul eləmişəm. Çünki mən düz yolu orada tapdım. Quran-ı Kərimi orada öyrəndim. İslamın nə olduğunu orada öyrəndim. Kitabın nə olduğunu orada öyrəndim. İndi son dövrlərdə fikir verirəm ki, əhl-i sünnəyə doğru daha çox artım vardır. Nə də təkcə Azərbaycanda yox, dünyada. Bir də ki, bilirsiniz, bu fikirlər, bu mənim şəxsi öz jurnalist olaraq həm də bir fikrimdir ki, bu dəqiqə dünyada elə proseslər baş verir ki, bunlar qiyamətin artıq əlamətləridir. Qiyamətin yaxınlaşmasını göstərir. Hər bir ölkədə Quranı cırırlar, sonra Allah onların cəzasını verir. Bilirlər ki, bir çox katolik, pravoslav bilirlər ki, Allah yer üzündə son hakim müsəlmanları edəcək, müsəlmanlar hakim olacaq. Ona görə də onlar artıq müxtəlif təbliğat vasitələrindən bunlara qarşı, İslam dininə qarşı çıxırlar. Bəzi deyirlər, belə olmalıdır, bəzi deyirlər, elə olmalıdır. Amma bütün bunlara baxmayaraq, biz həm ümumiyyətlə, Məhəmməd ümməti olaraq belə insanlara qarşı mübarizə aparmalıyıq. Cihad eləməliyik. Bəs ümumiyyətlə məscidlərin insanların həyatında önəmli rolu nədir? Belə izah edeyim də sizə. İnsan məscidə gedəndə sanki bütün problemindən, dərdindən uzaqlaşır. Mən məsəl üçün 2 il namaz qılmışam, sonra namaz qılmamışam. Mən o 2 il ərzində elə huzur, elə rahatlıq tapmışdım ki, onu heç cürə sözlə ifadə eləmək olmaz. Gözəl bir söz var, yeganə səzdədir ki, başını yerə qoysan amma ucalırsan. Ümumiyyətlə insanlara bu barədə nə nəsihət verərdiniz? Sadəcə onu deyə bilərəm ki, Allah hər zaman bizimlədir. Biz Allahlarını hər zaman yox. Məncə biz də hər zaman Allahla olmalıyıq, Allaha yaxın olmalıyıq. Çünki bir insan dara düşəndə ilk əl açıb kömək istəyəcəyi Allahdır. Bir söz var, qəzaya uğramaq üzrə olan təyyarədə ateist insan tapa bilmərsən. Ona görə biz Allaha hər zaman yaxın olmalıyıq. Düzdür, indi hal-hazırdakı vəziyyətimizdə deyilik. Sadəcə işimiz düşən Allaha çoxumuz yad edirik. Amma belə olmalı deyil. Bəs niyə insanlar sırf İslama bu səviyyədə düşmənçilik eləyirlər? Yəni bunun səbəbi nədir? Yəni İslama bu qədər düşmən olmalarının səbəbi. Bunu deyərdim ki, yəni insanların nəfslərinə ağır gəlir. Yəni bu bir bəhanə deyil. Yəni bir həkim də məsəl üçün fırlaq ola bilər. Yəni ona belə ki, yəni bütün xəstəxananı bağlayaq. Yəni bu onun kimi bir şey. Ümumiyyətlə bir çoxları İslamdan xəbərsizdilər. Bir çoxları Qurandan xəbərsizdir. Allahın göndərdiyi son kitabdan xəbərsizlər. Və eyni zamanda təbliğat çox zəif dərdən artıq. Ümumiyyətlə zəif dərdən artıq. 90% insan soruşsan müsəlmanam deyir. Amma təməl olan kəlmə-i şəhadəti belə soruşsan bilmir eşət. Heç olmaya ilk əvvəl bir kəlmə-i şəhadəti, kəlmə-i tövhidi olsa öyrənsinlər. Onu öyrənsinlər və mənasını, Azərbaycanca tərcüməsini və nə mənaya gəldiyini yaxşı öyrənsinlər. Sonra yavaş-yavaş hər şey yerinə oturar. Fikir verirsiniz, Türkiyədə təbliğat çox güclüdür. İslam təbliğatı, Peyğəmbər sallallahu təbliğatı güclüdür. Amma bizdə bu təbliğat çox zəifdir. Məhz bu zəiflikdən meydana gələndir. Əlbəttə, indi gənclər, məktəb tələbələri gəlib bağda oturub futbol, voleybol oynamaq əvəzinə, bir-birindən boş mənasız söhbətlər keçirmək əvəzinə, onları İslama dəvət etmək lazımdır. Onları Qurana dəvət etmək lazımdır. Onlara İslam öyrədilməlidir, Quran öyrədilməlidir. Mən təklif edirdim ki, orta məktəblərdə, ali məktəblərdə İslam dini öyrədilsin, Quran öyrədilsin. Əslində mən bir jurnalist olaraq təklif edirdim ki, şovlar yığışdırılsın, elgizlər yığışdırılsın, xoşqədəmlər yığışdırılsın. Bunlar bizə lazım deyirlər. Onların əvəzində qoy İslamla bağlı gözəl verişlər verilsin, Quranla bağlı gözəl dərslər keçirilsin. Onlar bir dəfə başa düşməlidirlər ki, Allah Taala yer üzünə nəzarət eləyir. Yer nəzarətsiz deyil, göy nəzarətsiz deyil. Əlbəttə belə verişlər gedərsə, belə təbliğatlar aparılarsa, əlbəttə gənclərin də xəbəri olar. Onlar da artıq İslama doğru hərəkət edirlər. Yenə deyirəm, vallahi elə bir vaxt gələcək, artıq onda gec olacaq. Və mən bir məsələn deyim, bunu mən bir neçə yerdə demişəm ki, bu dəqiqə dünyada gedən proseslər, bilirsiniz nədir? Əsas məqsəd burada İslam və İslama əks olan dövlətlərin, İslam əks olan dinlərin İslamla mübarizəsi əslində bu. Fikir verin, söhbət harada gedir? Dava kimdən gedir? Müsəlman ölkələri arasında gedir. Çünki onlar bilirlər, gec-tez Allahın hökmü ilə yer üzündə müsəlmanlar hakim olacaqlar. Əşhədü ən la ilahə illallah və əşhədü ənə Muhammedən əbduhu və rəsul. Bunlar bunu bilirlər, belə olacaq, ona qarşı mübarizə aparırlar, amma bu mübarizədə onlar gücsüzdürlər. Çünki Allah onların bütün niyyətlərini puça çıxaracaq. Necə ki, Fironun niyyətlərini puça çıxartdı. Və inanıram ki, inşallah yaxşı olacaq. Çox sağ olun. Sağ olun. Allah sizdən razı olsun. Aleyküm əssalam və rəhmətullahi və bərəkət.